اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. İnşallah 548. səhvə. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا اتقوا الله يا أيها الذين آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد واتقوا الله إن الله خبير بما تعملون. ولا تكونوا كالذين نسوا الله ولا تكونوا كالذين نسوا الله فأنساهم أنفسهم أولئك هم الفاسقون. لا يستوي أصحاب النار وأصحاب الجنة. أصحاب الجنة هم الفائزون. لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله. وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون. هو الذي لا إله إلا هو. هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة. هو الرحمن الرحيم. هو الله الذي لا إله إلا هو الملك القدوس السلام. لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر. سبحان الله عما
Subhanallahi amma yushrikun. Huvallahul halikul bari'ul musavvir. Lehul esmâ'ul husnâ. Lehul esmâ'ul husnâ. Yusabbihu lehu ma fis semâvâti vel ard. Ve huvel azîzul hakim. Sadakallahul aliyyul azim. Allahümme salli ve sellim ve zid ve barik ala Resulillah ve alihil advar. Ala Resulillah ve alihil advar. Salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sizlərdən bir daha xahiş edirik ki, salavat çevrilən zaman mümkün qədər qabağa gələsiniz inşallah. Gələnlər də məclisdən istifadə eləsinlər. İnnallaha ve melaiketehu yusaddun alen nebi. Ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslima. Allah. Peygamber alı Peygamber'e salavat çekirdik. Allahümme salli ala Muhammed ve ali. Məriz o mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına salavat çəkirdik. Allahümme salli ala Muhammed. Din uğrunda, vətən uğrunda canlarını fəda vermiş igid, cəsur, qəhrəman şəhidlərimizi salavatla yad edik. Allahümme salli ala Muhammed. İltiması dua edənlər, müşkilləri, hacəti olanlar, bilxüsus mənzur-u niyyətdə və bu günlər bu məclislərdə gözü olan, xüsusilə sənə, bizə, hər kəsə məclisə gələndə, dua edəndə məni unutma, məni də yad edir deyənləri də hacətləri rəva olsun deyə salavat çəkirdik. Allahümme salli ala Muhammed. Zamanə İmam-ı ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcillə bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü salavat çəkirdik. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin.
رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الحكيم في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. يريدون ليطفئوا نور الله بأفواههم والله متم نوره ولو كره الكافرون. صدق الله العلی العظیم. پیغمبر آل پیغمبره صلوات شده. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən və bizi istər ölkə daxilində, istər ölkə hüdudlarından kənarda bizi izləyən hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları, bu ayda saxladığımız bu matəm əzaları bizdən ali dərəcədə qəbul eləsin inşallah. Allah bizi bir an belə ağamız İmam Hüseyin əleyhissalamın bu məclislərindən ayrı salmasın. Və bu mühərrəmi ömrümüzün axırıncı mühərrəmi qərar verməsin. Möhtərəm cəmaatımız, bilirsiniz, hər axşam Kərbəladan günümüzə aid olan, Kərbəladan, Aşuradan günümüzə bir mesajla və bir şəhidin barəsində danışırıq. Amma söhbətimizə başlamazdan öncə əza sahibi İmam Zaman əleyhissalama təvəssül edərək, ona təsliyə tərz eləyərək fərəc duasını oxuyub və olduğumuz yerdən istər həyətdə bizə canlı vasitəsilə baxıb iş yerindən, yolda, harda varıqsa, olduğumuz yerdən İmam Hüseyin əleyhissalama və yar-ı ənsarına, onun huzurunda, onun önündə şəhadət zirvəsinə ucalanlara salam verib, sonra məclisimizə başlayırıq. İnşallah qəlbimiz aram olsun deyə, qəlbimiz daha da nurani olsun deyə, inşallah ki, zəmanə imamımızın duayı fərəci ilə məclisimizə başlayaq. Bismillahirrahmanirrahim. Allahümme وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. صلوات شده. Allah etdiyimiz duaları
imama verdiyimiz bu salamları bizdən ali dərəcədə qəbul eləsin inşallah. İnşallah bu gecə biz sizinlə bir ayət oxuduq. Səf surəsinin 8-ci ayəsi. Onun barəsində qısaca danışıb və bu gecə Kərbəlanın ən kiçik şahidlərindən və şəhidlərindən olan o dil açmayan, danışa bilməyən, dilsiz Əsxər, Əli Əsxər barəsində danışacaq. Bugün biraz mən söhbətimi müxtəsər edəcəm, çünki biraz sonra bizim bir qardaşlarımızdan, əzizlərimizdən Məddah əzizimiz Seyid Talih qardaşımız da təşrif buyuracaq və həm ondan da istifadə eləyək. Vardicə Seyid Nail qardaşımız, əzizimiz də ki, neçə gün xidmətimizdə də davam edəcək. Əl-Qissə Əl-Qərəz bu ayətin mənasına qısa diqqət eləsək, Allah Teala buyurur ki, yuridun liyutfi'u nurallahi bi'əffahihim. Tarix boyu belə insanlar olub. Deyir, onlar öz ağızlarından çıxan sözlərlə istəyirdilər Allahın nurunu söndürsünlər. Amma Allah öz nurunu tamamlayacaq. وَلَوْ كَرِهَ الْكَافِرُونَ. Əgər bu işdən kafirlər narahat olsa da belə, onların xoşu gəlməsə də belə, Allah öz nurunu tamamlayacaq. Bəzən görürsən, bu cür məclislərdən, bu cür izdihamlardan narahat olanlar olur. Amma bir zaman var idi, nə sən var idin, nə mən var idim. Bir zaman var idi, nə bu mənbər var idi, nə bu məscid var idi. Amma Hüseyin ibn Əli var idi. Bir vaxt olacaq, o dünyasını dəyişən ata-babalarımız, ana-nənələrimiz kimi də. Nə biz olacaq, amma yenə də Hüseyin ibn Əli olacaq. Ayə buyurur ki, yuridun liyutfi'u nurallah. Onlar Allahın nurunu öz ağızlarından çıxan sözlərlə söndürmək istəyirlər. Vallahu mutimmu nurih. Amma Allah öz nurunu tamamlayar. Vələv kerihel kafirun. Əgər bu işdən onlar narahat da olsalar, kafirlər, Allaha inanmayanlar narahat olsalar da belə, Allah öz işini tamamlayacaq. Baxın, möhtərəm cəmaatımız, düzdür biz bugün və bu il Kərbəla hadisəsinin 1387-ci ilini qeyd edirik. Yəni, bu anım günü 1387 il bundan öncə olub. Amma bugün biz həmin anım günə toplaşmışıqsa, Kərbəla hadisəsini yad eləyib və bu axşam onun ən kiçik qurbanı olan 6 aylıq dilsiz balıya əgər biz əza saxlayırıqsa, bu o mənadadır ki, düzdür biz cismən Kərbəlada olmamışıq, amma ruhən ora qatılırıqsa, deməli biz də o karvanın elə əhliyik, o karvanın sakinləriyik. Mühüm olan insanın ruhudur. Amma Kərbəla hadisəsində cismən orada iştirak eləyənlər var idi. Amma onların ruhu imamla bir yerdə deyirdi. Eyni vaxtdaydılar, hətta məktub da yazıb çağırmışdılar. Deməli, mühüm olan insanın ruhudur. O aramızda görürsən, ziyarət üçün o qəlbi döynənlər, həsrətini çəkib ağlayıb, amma gedə bilməyənlər var da. İndi cavan qoca fərq eləmir ki, Hüseyin ibn Əlinin eşqi bir eşqidir ki, həqiqətdə görürsən, gedməyən bir cür arzu eləyir, gedən ondan çox arzu eləyir. Gedib görəndən sonra o eşq cazibi, cəzzablıq, cazibiyyət yaranıb, o səni daha çox çəkir. Və Kərbəlanın bütün səhnələrinə biz baxmış olsaq, hər birində bir faciə var. Hər birində qəm var, qüssə var, kədər var. Məhz bugün
barəsində danışacağımız hadisə tarixin unudulmaz ən faciəvi hadisələrindən biridir. Allah övladı olmayanlara bu gecənin hörmətinə, Əli Əsqər hörmətinə 6 aylıq qundaq bala da olsa, amma Babül Həvaizdir, hacətlər qapısıdır. Böyük alimlər, mərcə təqlidlərin bir hacəti müşkülü olanda 3 gecə evlərində Əli Əsqər məclisi qurarmışlar. Əli Əsqərə anda verərmişlər ki, ona görə o faciədir ki, o dilsiz idi. O uşaq doğrudan da evə bir sevinc gətirər. Görsən, evdə bir uşağın olması evə bir ailəyə hüzur bəxş eləyir. Onun bir gülüşü ailəni bir-birinə. Görsən, ayrılma, boşanma astanasında olan ailələrə uşaq körpü olur, vasitə olur ki, onlar bir-birini daha möhkəm sıx tutsunlar, ayrılmasınlar. Bir sözlə 6 aylıq bir körpə, amma bildiyimiz kimi bu gecədən, artıq keçən gecədən, 7-ci gecədən artıq Fəratın suyunu o məlunlar, zalimlar bağladılar. Təsəvvür elə, kənarından çay axır, amma ümmətin imamı, Peyğəmbər balaları susuzluqdan dodaqları cadar-cadar bölünüb, paralanıb. Təsəvvür elə, faciəni bir gözünün anına gətir, bir mənzərəni düşün günə. Bir sözlə, bir tərəfdə Fərat çayı axır, su var, amma o sudan, o su ki, xanım Zəhra Salamullah əleyhanın mehriyyəsi idi, amma bu ümmət onun balalarına o suyu suyun kənarında qıymadılar. İmam Hüseyin əleyhissalam üçün çox ağır idi Əli Əsqərin şəhadəti. Bilirsinizmi, sözün həqiqi mənasında İmam Hüseyin əleyhissalam özü üçün vuruşmurdu, özü üçün qiyama qalxmamışdı. Ümmətin islahı üçün, hətta hədislərdə var, imamın öz dilindəndir ki, Həzrət buyurur, İnni ləm əxruc əşirən və la bətirən və la mufsidən və la zalima. Mən nə təkəbbürlükdən, nə lovğalıqdan, nə də zülm etmək üçün qiyam etməmişəm. Və innəmə xaractu li tələbil islah fi ümməti cəddi Rasulillah. Mən cəddim Rasulullahın ümmətində islahat aparmaq üçün bu hərəkatı, bu qiyamı başlamışam. Uridu ən amra bil ma'ruf və ənha anil munkar. İstəyirəm mən insanları yaxşılığa dəvət eləyəm, pislikdən onları çəkindirəm. Və İmam Hüseyin əleyhissalamın hədəfi bu sözləri ilə gün kimi aydındır. Amma nə edək ki, bu ümmət xüsusilə Əl-Kufi la yufi. Kufəlilər verdikləri sözü tutmadılar. Kufəlilər verdikləri əhdi tutmadılar. Aşuradan günümüzə mesaj bunu verə bilərik ki, haqqın bərpa olması üçün, ayaqda qalması üçün ən əzizindən belə İmam Hüseyin əleyhissalam keçə bildi. Övladdan keçmək çox ağırdır. Aramızda elə dostlar var, elə körpələrini itiriblər, aylarla özlərinə gələ bilməyiblər. Hələ də yadlarına düşün, baladır. Gəlin səmimi etiraf eləyək, evimizdə bir uşağımız, balaca bir uşaq naxoş olanda, xəstələnəndə, böyük belədir ki, dişim ağrıyır, harası ağrıyır, dərdin deyə bilir. Amma uşaq ki, danışa bilmir, bilirsən ağrıdan qovrulur, narahatdır, amma harası ağrıyır onu da bilmirsən. Adamın ürəyi para-para olur. Peyğəmbər salavatullah əşrəf-i kainat, əfsəl-i məxluqat idi. Aramızda cavan övladını əlindən verən atalarımdan, analarımdan üzr istəyirəm. Peyğəmbər salavatullahın 2 yaşında İbrahim adında bir oğlu dünyasını dəyişmişdi. Deyir, onu həvalə elədi, qəbrə qoyanda
özü 2 yaşında uşağını qəbrə qoymadı. Bəziləri ilə başa düşdü ki, şəriət baxımından atanın özü balasını qəbrə qoyması icazəlidir. Dedilər, ya Rasulallah, ata öz uşağını, öz balasını qəbrə qoya bilməz deyə düşmürsünüz? Dedi, yox. Dedi, mən Peyğəmbər olsam da, əşrəf-i kainat, əfzəl-i məxluqat olsam da, bu mənim balamdır, bu mənim oğlumdur. Əli ibn Əbi Talibi Həzrət Əlini çağırdı, dedi, əmoğlu, mənim balamı özün qəbrə qoy, özün dəfn elə. Dedi, mən atıyam. O ki, qəbrə qoyanda müstəhəbdir, dedi, atasına, anasına, Allah heç bir atiyaniyə cavan dağı göstərməsin. O üzünü ki, açırlar, sonunda bir torpaq qoyurlar, bir möhür qoyurlar, ha? Dedi, mən qorxuram ki, oğlumun üzünü açanda, ona baxanda, Allah məndən istədiyi kimi mən onu ona həvalə tapşıra bilim. Peyğəmbərdir, ha? O mənim canımın bir parçasıdır. Qorxuram ki, Allah məndən istədiyi kimi mən onu Allah ki verib ona o cür verə bilməyəm, qaytara bilməyəm. Amma baxın, İmam Hüseyin əleyhissalam Əli Əkbər kimi oğul. İbrahim 2 yaşındaydı. Uşaq böyüdükcə xatirələri atanın formalaşır da, doğmalaşır. Amma Əli Əkbər kimi Norəsdə bir cavanı tikə-tikə eləmişdilər. Bədəni tikə-tikə idi. İmam Hüseyin əleyhissalam üçün görün nə qədər ağır idi. Nə qədər ağır idi. Harda görünüb? İmamın məzarına şeşquşə deyirlər də, şeşquşə məzar. 6 deməkdir. 6 guşəli niyə görə? Qəbrin təsəvvür edək 4 guşəsi olur. Bəs niyə o 6 guşəli deyirlər? Harda görünüb belə bir qəbir ki, Əli Əsqər İmam Hüseynin sinəsində, bir balası sinəsindədir. Əli Əkbər də ayağının altındadır. Bir qəbirdə bir ata 2 oğul yatır. Bu ancaq Kərbəlada görünüb. Kərbəladan başqa bir yerdə tarix belə bir qəbrin şahidi olmayıb ki, ata 2 bala bir qəbirdə dəfn olsun. Vəsiyyət eləmişdi ki, İmam Zeynul Abidinə ki, mənim oğlum Əlini, Əli Əkbəri mənim qədəmlərin altında dəfn edəsəm, mən müxtəsər edirəm ki, inşallah Seyid Əzizimiz davam eləyəcək vaxtın azlığına görə. Bir neçə kəlmə ilə inşallah mən sözümü bitirəcəm. Təsəvvür edin, ona görə ən faciəli hadisələrdən idi ki, Əli Əsqər danışmırdı, söz ağzı tutmurdu, özünü müdafiə edə bilmirdi. Məhz o səhnə idi ki, Əli Əsqəri indi təsəvvür edeyim, bir neçə kəlmə diqqətiniz məndə olsun və Əli Əsqər əleyhissalamın şəhadəti inşallah ki, oxunacaq, layiqincə həqqə əda olunacaq. Amma o an idi ki, İmam Hüseyin əleyhissalamın qucağındaydı. İmamın daha bir kimsəsi qalmamışdı şəhid verə. Anası Rübab balanı sakit eləyə bilmir, sakitləşdirə bilmir. Özü utanır gətirib İmam Hüseynə verə, o müsibətlər anası, qəmlər, qüssələr anası Zeynəb salamullahi əleyhaya verir ki, mən utanıram, mən balamı çox istədim sakit eləyəm, amma sakit eləyə bilmədim, balamı aram eləyə bilmədim, bəlkə İmam özü sakitləşdirə. Gətirir İmam, eşidib söz, əzizim, seyyidim inşallah daha gözəl təhvil verər. Mən bir neçə kəlmə giriş edirəm ki, sözümü seyyidimə təhvil verəm. Deyir, o an idi ki, İmam Hüseyin əleyhissalam gətirib o xeymədən ki, ağlaya-ağlaya çıxmışdı. Meydana gətirəndə Əli Əsqəri qaldırdı, dedi, mən demirəm mənə su verin.
Ola bilər fikirləşərsiniz, su versiz, mən o sudan içib qüvvətlənib sizinlə vuruşam. Mən bunu sizdən istəmirəm. Usquhu şərbətən minəl ma. Gəlin balamı aparım, özünüz su verin, mənə qaytarın. İmam danışanda, səsküy qalxanda məlun o namərd Ömər ibn Səd Hərmələ kahiliyə göstəriş verdi ki, iqta sovt. Bunların səsini kəs. Və o 3 pərli ox bilirsiniz, 3 dəfə atılıb, onun biri Qəmər-i Munir Bəni Haşimə dəyib. Sizə sual verirəm, ay Əli niyyətli şiələri, ay İmam Hüseynin həqiqi əzadarları, o ox ki, Qəmər-i Munir Bəni Haşim Babül Həvaic Həzrət Əbəlfəzl Aqiyyət dəyəndə onu atdan yerə yıxırsa, üzü üstə yerə gəlirsə, 6 aylıq qundaq balanın tər boğazına dəysə nə halə qalar? Son sözüm o an idi ki, dedi mən atanı nişan alım, yoxsa balanı? Dedi sən balanı nişan al, ilə onu hədəf almaqla atanı da öldürmüş olarsan. O məlun namərd 3 pərli oxu, şöbəli oxu, o balanın tər boğazına, o ki imamın öz qoluna, o balanın boğazını kəsib imamın qoluna batır. Son sözüm, deyir o an idi ki, məzlum canıma çarəsiz halva canımız, ruhumuz fəda imam. Qalıb indi anasından alıb apara sirab eləyə, amma qanına bələşib qaydır. Geri qaydanda, aparanda Əli Əsqər ağlayırdı. Amma qaydanda ki, sakit idi, hamıdan qabaq o balaca Rüqəyyə qaçır, deyir ata, deyəsən qardaşıma su vermirsən, deyəsən balam qardaşıma su veriblər deyə daha ağlamır, daha sakit qalır. Balam lay lay, Əli lay lay, mənə həm nalə lay lay, gülüm lay lay, saralan lalə lay lay, gülüm lay lay, saralan lalə lay lay. Balam lay lay, Əli lay lay, mənə həm nalə lay lay. Hamı məndən desin, balam lay lay, Əli mənə həm nalə lay lay, gülüm lay lay, saralan lalə lay lay, gülüm lay lay. Bilmirəm İmam Hüseyin necə ona lay lay dedi. Düşmən əl çalır, səsküy eləyirlər, imamın səsi eşidilməz. Qolların elədi beşik, başladı balasını tərpətməyə. 3 gündür yatmayan balam layla. 3 gündür əli ana sinəsində qalan balam layla, gülüm layla. Ustad Hacı Eldaya qardaşım dedi, nə düşmən içində qala bildi, nə xeymiyə qayda bildi. Nail canım, səsi və qurbanlığım, bəlkə oxumusan bu rozələri burada. Görərsən adamın çətin anı olanda qardaşı düşər yadına. Üzün dolandırdı nəhri əl-qəmə, ay əbəlfəz, gəməlim balamı əlimdən o. Lay lay Əli, lay lay, Əli lay lay, Əli lay lay, Əli lay lay. Ay mənim nazlı balam. Sən Allah ağlayanda şəhidlərimizi də göz yaşları var, mütləq şərik elə, savabına şərik elə. Bu gecə biz əyləşmişik burada, bəlkə onların da ailələri bizim yanımızdadır.
Onların ruhuna da qurban olum, ailələrinə də qurban olum, onların balalarına da qurban olum. Onlar hamımızdan yaxındılar İmam Hüseynə. Ay mənim nazlı balam, gözləri cazlı balam, demədin dərdi heç, ay sinəsi razlı balam, ləbləri duzlu balam, sözlü balam, sazlı balam. O üç fərux niyə saldı səni bu hala, lay lay gülüm, lay 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 balam, lay lay balam, lay lay balam, lay lay. Allah heç ananın qucağın boş qoymasın. Zəhranın həyalı gəlini Həzrəti Rubabın o boş qalan qucağı ehtiramına. Övlad istəyənlərə bu gecə Əli Əsgər gecəsidir burada. Allah Əli Əsgərə xatır övlad versin. Əgər saralmasa gül, bağ-ı-bani yandırmaz. Baxanda bülbülü dastan sərani yandırmaz. Dil açmayan balamın derdini bilen olmaz. Uşaq dil açmayıbsa adam bilməz ki onun dərdi nədir. Dil açmayan balamın derdini bilen olmaz. Uşaq dil açsa öləndə ananı yandırmaz, ananı yandırmaz. Yanıram Əli, yanıram Əli, yanıram Əli. Allah-u Zülcelal, Allah baxır bu səhniyə. Allah heç bir şəhidin şəhadətində olmayan bir hadisə Həzrəti Əli Əsgərdə baş verdi. Nə hadisə? Allah-u Zülcelal özü təsəlli göndərdi İmam Hüseynə. Nə Əli Əkbərdə göndərmişdi Hacıcan, nə Qasimdə, nə Əbəlfəzdə. Əli Əsgərdə gördü, az qalıb İmam Hüseynin qəlbində ayırdı. Allah özü təsəlli göndərdi İmam Hüseynə. Nə təsəlli? Sanma töhfün çox mühəqqərdir Həbibi ya Hüseyin. Sanma töhfün çox mühəqqərdir Həbibi ya Hüseyin. Mənası nədir? Elə bilə bilmə bu balam. 6 aylıqdır amma elə bilmə Hüseyin. Sanma töhfün çox mühəqqərdir Həbibi ya Hüseyin. Adı Əsgər, şəni əkbərdir Həbibi ya Hüseyin. Adı balacadır, özü böyüdür. Adı Əsgər, şəni əkbərdir Həbibi ya Hüseyin. Baxır görür təbəssüm edir balası. Əli 3 gündür mən anavın xeyməsindən keçməyə utanıram. Görürəm anan sənə deyir, lay lay, bu gecədən su yolları bağlandı. Ömər Səd getdi bir dənə məktubu verdi, uzatdı İmam Hüseyn əleyhissalamın qoşununa. Məktubda belə yazılmışdı, bu su Yahudilərə, Xristiyanlara içmək olar, amma Peyğəmbərin balalarına olmaz. Xristiyana, Yahudiyə verəcək, amma sizə verməyəcək bu suyu. Verməyəcək. Kərbəlada su yolu bağlanıb Allah bu gecə. Ali Peyğəmbər ətəşdən yanıb Allah. Bu gecə, bilmirəm görürsünüz məni hamız ya yox. Bu su ki var. Nədir ki bu? Verdilər hər meyvəsiz bir bəhri nəxlistanə su.
vermediler bir içim sultanı məzlumana su. Ali Əsgər bu gecədən su üçün misalı necə vurub İmam-ı Sadiq Hacıcan, necə deyib alim qardaşlarım, ruhanilər, Nail canım, İmam Hüseyinlə Mərsiyə oxuyanlar. İmam Sadiq belə deyib, deyib sudan çıxan balıq necə çobalayar? Ali Əsgər imamın qucağında elə çobalayırdı. İmam Hüseyin dedi, siz mənə namə yazmışsınız, çaylarımız aşıb daşır. İndi bu şiiri xariyə çayda balıqlar ağlaşır. Lay lay balam, lay lay əlim, lay lay. Ah, imam gördü balası təbəssüm edir. 3 gündür anası onu sakitləşdirə bilmir. Elə bu cür deyir bala, lay lay ana qurban gözüvə, süt əmər oğlum, yat bu gecəni bəlkə su oldu səhər oğlum. Xəcalətli anan sənə qurban olsun ay Əli, ay Əli. İndi imam da qollarında tərpədir, gördü balası təbəssüm eləyir. Əli Əsgər, niyə təbəssüm edirsən? İlahi şahid olasın, mən ağlıram balam gülü. Əgər burada şəhid dədə nənələri var, onların qurbanı olum, gərək məni bağışlasınlar. Onların balalarının məclisində mən bunu oxumuşam. İlahi şahid olasın, mən ağlıram. Hamı deyir görəsən, ilahi şahid olasın, mən ağlıram. Yavaş yavaş yumur gözün, yavaş yavaş yumur gözün. Mən ağlıram balam günü, yavaş yavaş. Mən oğlumu gətirmişəm, carimə fəda edəm. Gərək əzizimin qanın göyə səpəm dua edəm. Ki ta tamam aləmi bu eşqə aşina edəm. Deyəm bəlalərə dözün, mən ağlıram balam. İndi bunu elə ucadan dinən, mən ilk dəfəli gəlib burada oxuyuram sizlə. Bunu elə ucadan dinən, indi o biri məclisə gedəcəm. Sənin o səsin qalsın mənim qulaqlarımda, sənin səsinə qurban olum. Elə dinən gözlərimi yum, heç elə bil burada deyilsən. Elə bil o cənnətin torpağındasan, beynul hərəmində. O gecələri vaçı denən Allahümme erzuqna fid dünya ziyarətən Hüseyin ve fil ahireti şefaaten Hüseyin. İndi hamı ucadan diyecek, çölde olanlar da diyecekler, bacılarım da diyecekler. İlahi şahid olasın. Bir de ilahi bəh 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 can, mən ağlıram, mən ağlıram. Acı nə nurani məclis sözü var. İlahi şahid ol. Mən ağlıram. Yavaş yavaş yumur göz, yavaş yavaş. Yavaş yavaş yumur gözün, ben ağlıram balam günü. Süt dadım bilmeyen balam lay lay, süt dadım bilmeyen balam lay lay, öz adını bilmeyen balam lay lay. Ali, Ali
olsaydın kaş, bu çölde axaydın, sen gezeydin, mən də sənə baxaydım. Ali bilmez idim yol üstə bəd nəzər var, ben yakadı boynu var. Taxaydım bala, sənə bilmirəm gözdəydi bala. Anan ölsün ay bala. Güzel balam laylay, güzel balam laylay. Ruhuna kurban olun merhum Ustad Hacı Şahin'den. Bir şehidin anasının yanındaydı, hele balasının cenazesi gelmemişti. Ana özü demişti, gelsinler benim yanıma, hacını istemişti. Getdik oturduk, Hacı daya kardeşim, değerli kardeşlerim. Gördüm o ana bir tane bayatı deyir. Birden yadıma düştü bu mecliste. Gördüm yavaş yavaş deyir, desmalı kirli balam. Desmalı kirli bala, gel bir fikirli bala. Dünyada ne kadar göyçək oğlanlar olsa, hamı da şəkilli bala. Lay lay balam lay lay. İndi gör rubab ne dillerle diğer lay layın. Ali, 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 Ali. Ben ne kadar haray çəkdim, hay dedim. Ses olmadı vay balam ey vay dedim. Ben dedim balam gider suya, ona su vererler. Ahırda boş beşiğe lay lay dedi. Uca denen ya Hüseyin. Aman 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 aman. Ne kadar darıxmısan Kərbəla için? He? Ayrı isteyenler kaldır elimi görüm ne kadar istiyorsan Kərbəla. Hamı istəyir, hamı. Ve tükellimuna eydihim. Sen bu ellerin kıyamet günü diyecek ki Məhərrəmdə İmam Həsən məscidində bax istəyirdim. Onda elə belə bu cür yalvar Allah'a dinən ki çoxdandır el açmışam mən dua için. O neynə vadə nəva üçün. Darıxmışam Kərbəla üçün. Darıxmışam Kərbəla. Darıxmışam Kərbəla üçün. Darıxmışam Kərbəla. Yox, necə bayaq dedin, həmin cavab. Mənim vaxtım azdır, 5-10 dəqiqə mən sizdən ayrılıram, o bir məclisə çatdırmalıyam. Hacı Çingiz qardaşıma qurban olun, Hacı Eldaya qardaşıma təşəkkür edirəm dəvətlərinə görə. Bu cənnətə gəlmək mənə də qismət oldu. Allah qəbul elə ilahi. Çoxdandır el açmışam mən dua üçün. O neynə vadə nəva üçün. Darıxmışam Kərbəla üçün. İlahi özün bilirsən ki biz darıxmışıq. Darıxmışam Kərbəla üçün. Kərbəla. Bir də uca. Darıxmışam Kərbəla. Hay hay. Darıxmışam Kərbəla üçün. Darıxmışam Kərbəla için. İndi ucadan səsivi binə kəndindən göndər Kərbəlaya. Səslərəm kər bu bəla, Hüseyin kər bu bəla, Hüseyin kər bu bəla. Ölərəm mən sizsin. Nailcan sen burada neynirsen ki bunlar belə? Ay səslə qurban olum, səslərəm bu bəl, bəh bəh bəh, sizə qurban olum. Ağam onu beşərli elə, beşərli. Səslərəm kər bu bəla. Başında var şol, Kərbəla.
səbri Sinə vura de. Neynə var başda var şor Abi əzbərə bilir də Aldı səbrimi neynə var Ateşin dildən səs gəl Yəni ürəyimin içindən Səndə yatan şahə canım fəda Bir də səndə yatan şahə canım fəda Ey dil əhlinə büsaq Gözəl sən ora vaq Gözəl sən ora vaq Yandırır dərdi fəraq Məni dərdi fəraq Məni dərdi fəraq Səslərəm kərbum Ay sizə qurban olun Hüseyin Kərbəla Səslərəm Kərbəla Hüseyin Kərbəla Səslərəm Kərbəla Hüseyin Kərbəla Heyyətə icazə verin. Heyyətə icazə verin ya Allah. Hüseyin Gülen üzdi Gülzarından Yar ayrıldı Öz yarinden Gülen üzdi Gülzarından Yar ayrıldı Öz yarinden Kulak as Gözüm dibi çare Leyla Ekber ol məhzima cavanın Ay xanım Leyla Adam Əli Əkbərdən necə əlüzən Əli Əkbərimə qurban olaq Baxdı dalıca Əli Səslədi ya vələdi Əli ya vələdi Əli ya vələdi Yandı əşkin elədi Əli ya vələdi Əli Səslərəm Kərbəla Hüseyin Kərbəla Hüseyin Kərbəla Səslərəm Kərbəla Hərəmində deyəsən Başıva dönərəm sənin Sinə vuran əllərimə qurban uca Səslərəm Kərbəla Hüseyin Kərbəla Hüseyin Kərbəla Hüseyin Hakümdə eşq oldu təfsir Azadəlik oldu təqrir Saut-i heyhat minnət dillər Ucaldı həm səndə zikri təkbir İzzətün ərşə çatıb Nuh əflakə çatıb Nuh əflakə çatıb Çün ağam səndə yatıb Ağam səndə yatıb Ağam səndə yatıb Səslərəm Kərbəla Hüseyin Kərbəla Hüseyin Kərbəla Səslərəm Uca uca bayırda olan əziz qardaşlarımız, ana bacılarımız hamımız uca deyək Səslərəm Kərbəla Hüseyin Səslərəm Sizə qurban olum, mən sizdən feyz aldım
Əbəlfəz gecəsidir, mən burada yoxam da sizlə. Əbəlfəz ağanı icazə versiniz, hacı yad eləyim, mən gedim. Ülvi balamızla dua eləyirəm, Çingiz qardaşım, cəmi xəstələri dua eləyirəm, cəmi övladlarımızı dua eləyirəm, amma hamı deyəcək məndən, İmam Hüseyin dilicə. Qafilə salarım ölüb, vay mənə. Qafilə salarım ölüb, vay mənə. Qolsuz ələmdarım ölüb, vay mənə. Qolsuz ələmdarım ölüb, vay mənə. Bir də qafilə salarım ölüb, vay mənə. Can Hüseyin, qafilə salarım ölüb, vay mənə. Qolsuz ələmdarım, qolsuz ələmdarım ölüb, vay mənə. Qolsuz ələmdarım ölüb, vay mənə. Sinəsi şan deyə Bəlfəzlimin, ağzı dolu qan deyə Bəlfəzlimin, gözləri yoxlan deyə Bəlfəzlimin, cəngidə sərdarım ölüb, vay mənə, vay, vay mənə. Hamı bir yerdə. Vay, vay mənə, vay, vay mənə. Vay, 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 vay. Ay maşallah, vay, vay mənə. Can İmam Hüseyin, vay vay, vay 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 mənə. Vay ələmi qanə batan qardaşım, qumların üstündə yatan qardaşım, düşməni amana çatan qardaşım, yar o həvadarım ölüb, vay mənə. Qulaq as. Xeymədə qızlara bacı ver xəbər, Mahibəli Haşimə yetdi xətər, baş yarası ayət şəqqul qəmər, Bədirdə sərdarım ölüb, vay mənə, vay, vay mənə. Vay, vay mənə, vay mənə, vay, 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 vay. Sonuncu dəfədir, vay, vay mənə, Hamı. vay, vay mənə. Xudaya bizi zəvvar elə Kərbəla, gələk ah-o nəvaya, Xudaya bizi zəvvar elə Kərbəlaya, öpək qəbri Hüseyni, gələk ah-o nəvaya, canəm Hüseyin, canəm, canəm Canım sen canım düşeysen diye bohem edək çoxlu dualar, deyəyin o hə Hüseynə, baxaq bəzmi əzaya, düşeysən diye bohem edək çoxlu dualar, deyəyin o hə Hüseynə, baxaq bəzmi əzaya.
düşer yada o günler. Hanım Zeynep'in alan gelir ahu fegane. Bakıp kanlı minaya düşer yada o günler. Hanım Zeynep'in alan gelir ahu fegane. Bakıp kanlı minaya. Canım sen canım, Canım sen canım, canım sen canım, can. Hamd diye Xudaya bizi zavvar elə kar bu belaya. Bir de Hüseyin'i gələk ahu nevaya, Xudaya bizi zavvar. Gələk ahu nevaya, canım Hüseyin canım, canım Hüseyin canım. Düşer yada o günler, hanım Zeynep'in alan. Düşer yada o günler, hanım Zeynep'in alan. Gələr ahu fəqanə, baxıb qanlı minaya. Görüb nəşi Hüseynin, batıb qanə sərasər. Başın kəsmiş o zalım, vurub nuki cidaya. Xudaya bizi zəv. Ay Kərbəla istəyən, ay Ərbəyin istəyən ucadır. Ya Xudaya bizi zəvvar. Gələk ahu nevaya, canım Hüseyin. Eşq ilə xitab etdi o Zeynəb, mənim tazə cavanım. Qalıb isti qum üstə, odur ruhi rəvanım. Susuz kəsdi ləbaşım, qanın tökdülər ey vay. Necə biz dözərik bəs belə cövri cəfaya. Meşki oxlanır, meşki oxlanır, meşki oxlanır. Alamdar, vefadar, alamdar. Sakkoy haram, kulları kalam. Derde dava, kalbe sefa. Ay Güzel ağa, miru alam, sahib alam. Babal murad, babal nizam. Gayrete kurban, gayrete kurban, gayrete kurban. Ay Xudaya bizi zəvvar elə kar bu bəlaya. Xudaya gələk ahu nevaya. Xudaya bizi zəvvar. Öpək qəbri Hüseyni, gələk ahu nevaya. Canım Hüseyin. Eşq ilə canım, canım Hüseyin. Canım Hüseyin canım edib cismini üryan. Bu torpaqların üstə qalıb isti günahda. Odur yar Əli Peykər, biri söylər atam vay, biri söylər oğul vay, biri qardaşım ey vay. Çıxar nalə səmaya, bizi çatdır ilahi. Yetək arzu muradə, quraq bəzmi əzabiz müqəddəs pakadə. Bizim pis günümüzdə yetişsəydi o dadə, səni cahid əmişə Hüseynim salayadə. Canım Hüseyin,
canımız Xudaya bizi zaman Qəbri Hüseyni gələk ah-u nəvaya Xudaya Öpək qəbri Hüseyni gələk ah-u nəvaya Canım Hüseyn canım Ay derdimin ay çaresi lay lay Ali Derdimin ey çaresi lay lay Ali Boğazda ox yaresi lay lay Ali Boğazda ox yaresi lay lay Ali Hayanda kaldım bala Ne tez saraldım bala Sinemi terk eyleyip Canımı aldım bala Lay lay Ali Əsqərim Lay lay Ali Əsqərim Lay lay Ali Analarım, bacılarım, bayırda olan kardeşlerim hamımız diyey Lay lay Ali Əsqərim Hanım Rübab'ın dilinden diye Lay lay Ali Əsqərim Əsgərim sen ki susuzluqdan ölürdün bana Sen ki susuzluqdan ölürdün bala Bəs niyə can üstə gülürdün bala Bəs niyə can üstə gülürdün bala Yarəni sən çarə bilirdin bala Yarəni sən çarə bilirdin bala Yarəsi öz çarəsi lay lay Ali Yarəsi öz çarəsi lay lay Ali Lay lay Ali Əsqərim Lay lay Ali Əsqərim Əzbər deyək Lay lay Ali Əsqərim Lay 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 Əsqərim Güldən ağır söz demədim mən sənə Güldən ağır söz demədim mən sənə Su yerinə ox attı düşmən sənə Su yerinə ox attı düşmən sənə Hüseyni sındırmadın əhsən sənə Hüseyni sındırmadın əhsən sənə Fatimə mehparəsi lay lay Ali Fatimə mehparəsi lay lay Ali Lay lay Ali Əsqərim lay Niye hamı demir Lay lay Ali Ay maşallah Bir de Lay lay Ali Əsqərim Lay lay Ali Əsqərim çəkdi oğul Fatimə nazın sənin Çəkdi oğul Fatimə nazın sənin Qəmli Rübabə niyazın sənin İmam özü qıldı namazın sənin Vay vay Hüseyin vay 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 Hüseyin vay Attı bir ox hərmələ Hulki Ali Əsqərə Çəkdi odamda oxu Qanı səpdi göylərə Ərz elədi şahid ol Hərmələnin zülmünə Ağlı yine şiyyələr Din evi viran olur Susuz Ali Əsqərim Qanına qəltan olur Eşq və təzim edərik Ya Hüseyin can sənə təslim edərik Eşq və təzim edərik
Can sana teslim ederim. Eşkü ve tazim ederim ya Hüseyin. Can sana teslim ederim. Sen ey veren Allah'a göre baş ve can saklayıp Allah'a dua ve cavidan. Yok bir vurun. Ey veren Allah'a göre baş ve can saklayıp Allah'a dua ve cavidan. Kanlı başın nakşini biz her zaman eşkide teslim ederiz. Can sana teslim ederiz. Sen ya Hüseyin, ya Hüseyin. Ellerimi kaldır denen ya Hüseyin. Ay maşallah ya Hüseyin, ya Hüseyin, ya kolları bas güzel sine vuracak buna. Sağ ölüye şah bize ihsan elə. Sinəzən üydətlərə dərman elə. Sinəzən üydətlərə dərman elə. Sinənə dursan tələb can elə. Məhzərə təqdim edərik. Eşq və təzim edərik. Can sana teslim ederim ya Hüseyin, ya Hüseyin, ya Hüseyin de. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin ey irfan ey haremin mahremi. Ey hamı yerde uzalan tersemi. Mekteb-i təqvada bu dərsi qəmi. Mekteb-i təqvada bu dərsi qəmi. Ellərə təlim edərik. Can sana teslim ederim. Ya Hüseyin, ya Hüseyin. Uçan. Ya Hüseyin, ya Hüseyin. Pay verib Allah sana gəncinələr. Qədrini bilməz əgər əhli nəzər. Qədrini bilməz, qədrini bilməz axı qəlbi nəzər. Qədrini bilməz axı əhli nəzər. Zərrə o paydan bizə versən əgər. Selamun aleyh. Ey başı daldan kesilen. Ey bize Mevla seçilen. Eyle bir etşan yaralı. Başı bedenden aralı. Heymeleri talan olan. Eskarı susuz ola. Kardeşi ahttan yıkıla. Hüseyin selamun aleyk. Ay ya Hüseyin, ya Hüseyin de. Uca ya Hüseyin. Ya Hüseyin qavravi geydik ələ eşqə sənət. Qavravi geydik ələ eşqə sənət. İstər ey şah özündən mədəd. Vaxtimizi, ömrümüzü ta əbəd eşqdə tənzim edərik. Eşqdə tənzim edərik. Can sənə təslim edərik. Ya Hüseyin, ya Hüseyin. Yorulma. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Ey kapısı aleme bab-ı kerem. Kıble-i candır o münevver harem. Ey kapısı aleme bab-ı
kerem Qibleyi candur o münəvvər hərəm Kim sənə xatir götürə bir qədəm Biz ona təhkim edərik Can sənə təslim edərik Eşq və təzim edərik Sen ya Hüseyin, ya Hüseyin Ya Hüseyin de ya Hüseyin Ya Hüseyin Ya Hüseyin Ya Hüseyin Ey irfan ey haremin mahremi Ey hamı yerde ucalan tersemi Məktəb-i təqvada bu dərsi qəmi Ellərə təlim edərik Can sənə təslim edərik Eşq və təzim edərik Can sənə qurban edərik Hüseyin ya Hüseyin ya Hüseyin ya Hüseyin ya Hüseyin Ey türbəti xak şəfa Ay Kərbala Ay Kərbala Şəhri vəfa Ruy səfa Ay Kərbala Ay Kərbala De Ay Kərbala, ay Kərbala, ay Kərbala, ay Kərbala Ey türbəti xak şəfa Ay Kərbala, ay Kərbala Xak şəfa, ruha səfa Ay Kərbala, ay Kərbala Ay Kərbala de Ay Kərbala Ay Kərbala Ay Kərbala Ay Kərbala Ay Kərbala Ay Kərbala Səndə yatıb bir məhliqa Aləm gəda dur ol ağa Qurban o qanlı torpağa Ay Kərbəla, ay Kərbəla De görün Nə qədər Kərbəla istəyirsən uca de Ay Kərbəla, ay Kərbəla Ay Kərbəla, maşallah Ay Kərbəla, ay Kərbəla Ey qibleyi huru ədən Var səndə bir başsız bədən Ey qibleyi huru ədən Var səndə bir başsız bədən Çoxdur məqam oy Kəbədən Ay Kərbəla, ay Kərbəla Deyir Ay Kərbəla, ay Kərbəla Ay Kərbəla, ay Kərbəla Ay Kərbəla, ay Kərbəla Ay Kərbəla, ay Kərbəla Səndə gözəl güllər yatıb Bir yerdə üç dilbər yatıb Əkbər yatıb, əsğər yatıb Ay Kərbəla sinə vur Ay Kərbəla tapdın o gün sən imtiyaz Açdı Hüseyin mehrab raz Qan ilə aldı dəstəmaz Ay Kərbəla, ay Kərbəla Kərbəla, Kərbəla Kərbəla, Kərbəla Xuda səndən istərir Torpağın əzizləri
həsrəti Kərbala, Kərbala Kərbala, Kərbala Susuzların naləsi Davam elə, davam elə. Zeynəbin səbir səsi Ömrümüzün naləsi Hüseyin can mən ağlaram sənə 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 Gəlləm bəzmində şeyvənə Hüseyin can mən ağlaram sənə Hüseyin can mən ağlaram sənə Hüseyin can mən ağlaram sənə Anam öyrədibdir mənə Hüseyin can mən ağlaram sənə Hüseyin can mən ağlaram sənə Hüseyin can mən ağlaram sənə Hamımız ucaq Şukuh Kur'an ya Hüseyin senindin Şukuh Kur'an ya Hüseyin senindin Şehide vidan ya Hüseyin senindin Demi şehidan ya Hüseyin senindin Mühafızayı Zeynep'in diyerler Damardaki kan ya Hüseyin senindi Damardaki kan ya Hüseyin senindi Salam ruhe serferazu ver Salam ola ahir namazı ver Hedef senindi, şeref senindi Ya Hüseyin medet Mola Ya Hüseyin medet Mola Ya Hüseyin medet de Yorulma Medet Mola Ya Hüseyin medet Uca Mola Mevla Ya Hüseyin medet bu ohta lale yansa da sarılmaz Bu ohta lale yansa da sarılmaz Bulutlar hatta gün hemiş Beh sinivə qurban ol Bulutlar hatta gün həmişə qalmaz Qalar əcaib məhbəsində əmma Şərəfli insan baş aşağı salmaz Şərəfli insan baş aşağı salmaz Bu azərilər ölüncə səslər Bu azərilər Nə ya Hüseyin mədəd Mevla ya Əllərimi qaldırdım Mevla ya Hüseyin Hər yerdə mənim səsimi eşidən uca deyək Ya Hüseyin mədəd Mevla Bir də Mevla mədəd Mevla Ya Hüseyin mədəd mücahid ümmət istiqamət eylər Tamam ömrüm vakti nehzet eyler Mücahid ümmət istiqamət eylər Tamam ömrüm vakti nehzet eylər Bəsirət ilə bir belə zamanda Ağanın əmrindən himayət eylər Bu azərilər ölüncə səslər
bir də bunu hamı deyək. Bu azər elə Ya Hüseyin mədəd Mola Ay Mola Ya Hüseyin mədəd uca Mola Mola Ya Hüseyin mədəd Hərəmdən ayrı düşmüşəm Bu həsrət ilə yanmışam Yenə o altı quşəli Zərih üçün darıxmışam Bunu əzbər bilirsiniz deyək Hərəmdən ayrı düşmüşəm Bu həsrət ilə yanmışam Yenə Zərih üçün darıxmışam İcazə ver gəlin Doyunca ağlayır Gözəl məzarı bir də qucaqlayır Gözəl məzarı bir də qucaqlayır Bəxtəvər olmağa Bir ovuc törbətin Kərbəla əsimdir Bu qara köynəyə Hüseyin Bir ömrüdür bürünmüşəm İməkliyən zamanda mən Dalınca hey sürünmüşəm Bu qara köynəyə Hüseyin Bir ömrüdür bürünmüşəm İməkliyən zamanda mən Dalınca hey sürünmüşəm Sinəmi dağlara qavrəvi Ölüncə ya Hüseyin sənə mən ağlaram Ölüncə ya Hüseyin ağlaram Bəxtəvər olmağa Bəsimdir Bir ovuc türbəti Kərbəla bəsimdir Bir ovuc türbəti Kərbəla bəsim Bir də bəxtəvər olmağa bu qəra bəsimdir Bir ovuc türbəti Kərbəla bəsimdir Bir ovuc türbəti Kərbəla bəsimdir Əşhədü ənə Əliyyən vəliyullah Əşhədü ənə Əliyyən vəliyullah Əşhədü ənə Vəliyullah Yenə yer göy geyinib Qara gəlib qəm gecəsi Qurulub Həzrəti Peyğəmbərə matəm gecəsi Hər ilin əvvəli beyyətdir Muharrəm gecəsi Qara köynək geyərir səsliyərəm ya Zəhra Qara pərçəmdən öpüb and içərik Biz Hüseynə görə candan keçərik Ra əşhədü ənə Əliyyən vəliyullah Əşhədü ənə Yen veliyullah ağamın adına qurban adı izzətdir bizə O mübarək adı şəxsiyyət neymətdir bizə Doymarıq kər bu bəladən ora cənnətdir bizə Doymarıq kər bu bəladən ora cənnətdir bizə Qoymarıq boş qala şahın hərəmin Qoymarıq boş qala şahın hərəmin Ra tutarıq başımız üstə ələmin Ra əşhədü ənə Əliyyən vəliyullah Zikr elə Əli zikri ibadətdir Uca deyək Əşhədü ənə
Liyullah ağamın verdiği kurbanlarına and olsun. Ağamın verdiği kurbanlarına and olsun. O mütehher tökülen kanlarına and olsun. Bir kefen defn olunan canlarına and olsun. Her meherrem kara köyne giyerik. Her meherrem kara köyne giyerik. Biz Hüseyn'e göre candan keçerik. Ya Zehra eşhedü enne Aliyyem veliyullah. Eşhedü enne Aliyyem veliyullah. Ali Aliyyem veliyullah. Ali Esger ağamın kundağına and olsun. Eder beşlerine izzetine and olsun. O mütehher tökülen kanlarına and olsun. Ağamın qana batan bayrağına and olsun. Her meherrem kara köyne giyerik. Her meherrem kara köyne giyerik. Ya Zehra biz Hüseyn'e göre candan keçerik. Eşhedü enne Aliyyem veliyullah. Eşhedü enne Aliyyem veliyullah. Ay nefesini eyledi taze, dolandırdı yüzün. Hüseyin Zam Mevlana, Hüseyin Zam Mevlana. Mənəm Kərbala, aləmdar Hüseyin mənəm. Qavr Hüseyin qəddi qamətdi, qiyamətdi, uzaq əncəli vardı, gözəl heybəti vardı, əcəb cürəti vardı. Görüblər biləyindən necə qüvvəti vardı, qaçanlar yıxılıb səs verəcək. Qaçanlar yıxılıb Şia zalana denen Üstut harem-i yara sultana denen Su görsene gel şahe etşana denen Gül peykeri doğranmış kurbana denen Zalana denen sultana denen Kurbana denen Zehra'ya denen Taha'ya denen Mevla'ya denen Bu Ağa'ya denen Lebbeyk Hüseyin lebbeyk Tək vuracaq heyət. Elə belə vur. Lebbeyk Hüseyin lebbeyk, lebbeyk Hüseyin lebbeyk, lebbeyk, lebbeyk. Nuru calıb, ahu calıb, nuru calıb, ahu calıb. Neydə susuz şah calıb, neydə susuz şah calıb. Başı gəzib neyzələri ərşə qızıl mah calıb. Başı gəzib neyzələri ərşə qızıl mah calıb. Ya Hüseyin Mevla Hüseyin ağlar sənə dünya Hüseyin de. Ağlar ağlar sənə dünya Hüseyin. Kərbəla qanə batır, sən verdin teşnə yatır. Olub bəlaya mübtəla qutləl Hüseyin bi Kərbəla. Olub bəlaya mübtəla qutləl Hüseyin bi Kərbəla. Ya Hüseyin, Mevla Hüseyin ağlar sənə.
Ya Hüseyin, Mevla Hüseyin, alem sana Kerim eğer dua eder Sen olmasan değil reva Kerim eğer dua eder Sen olmasan değil reva Mesih Hüseyin'i səsləyib Ölenlere verip şefa Ya Hüseyin, Mevla Hüseyin ağlar sana De ya Hüseyin Man Hüseyin hansı guruhum belə Mevlası var Yorulma Vası var Şiələrin Hazreti Asla devreye bir Şiələrin Hazreti Abbası var Kimdi Ali'nin balası Ağdəmə ot vurdu vəli Kimdi Ali'nin balası Ağdəmə ot vurdu vəli Gərdişi dövran yatacaq Yatmaza bəl fəzlələmi Yatmaza bəl fəzlələmi Gözlərimiz əzadə Yaşqan olar əbəl fəz Kaş sənə canlarımız Qurban olar əbəl fəz Hansı qurur Hansı qurur Ay şiyələrin Hazreti Abbası var Şiyələrin Hazreti Abbası var Kimdi Əbəl Fəzli Ali Aləmə baru fəridi Kimdi Əbəl Fəzli Ali Aləmə baru fəridi Fəxr eləyər Zeynəb ona Hamı onun nökəridir Hamı onun nökəridir Vəsf-i gözəl səmanə Qurban olum əbəl fəz Əlləri və nə gəldi Qurban olum əbəl fəz Hansı qurur Hansı guruhum belə Mevlası var Şiələrin Hazreti Abbası var Şiələrin Hazreti Abbası var Yorulmuşuq gələk ağa Hərəmi bir görək ağa Yorulmuşuq gələk ağa Hərəmi bir görək ağa Eşq ilə söyləyək ağa Buzan sənə fəda Hüseyin Buzan sənə fəda Hüseyin Mehtabım Hüseyin Ərbabım Hüseyin Mehtabım Hüseyin Ərbabım Hüseyin Sen göher ol Nayabım Hüseyin Ne vardı dözüm Çok dilde sözüm Kaldı ağacan Qəbrində gözüm Ağacan bizlərə rəhmət eylə Et kərəm bir də qiyamət eylə Görmə çox kər bu bəlanı önlük Kərbəlaya bizi dəvət eylə Vay mən ya Hüseyin Vay mən ya Hüseyin Vay mən ya Hüseyin Vay mən ya Hüseyin
de vay mən vay Ya Hüseyin Ya Hüseyin vay mən Ya Hüseyin vay mən Ya Hüseyin dildarım Hüseyin qəmxarım Hüseyin qurbanın olur salarım Hüseyin qurbanın olur salarım Hüseyin eşki əzəli dilbəndiyəli mən nökərvəm Zəhra gözəli Ağa əmanıma sən dil dəstə Qəlbimi qüssə alıb hor dəstə Mən behiştiyle cahane gerçek Bir tüküm vermem əgər namərdəm Vay mən ya Hüseyin Ya Hüseyin vay mən ya Hüseyin Ya Hüseyin vay mən ya Hüseyin vay mən ya Hüseyin Mevlana ya Hüseyin Mevlana ya Hüseyin Mevlana ya Hüseyin Mevlana ya Hüseyin de görün. Bilirəm yorulmusan ama uza diye inşallah ahır nohamiz olsun bu. Ey Mevlana ya Hüseyin Mevlana ya Hüseyin adın dərdə dəva İsmin qəlbə şəfa Sən təkcə ağa Canlar sənə fəda Mevlana ya Hüseyin Mevlana ya Hüseyin Mevlana Uta Mevlana ya Hüseyin Mevlana ya Hüseyin Mevlana Hüseyin her bir gün Aşura her bir yer Kerbela her bir gün Aşura her bir yer Kerbela sen təkcə ağa canlar sənə fəda Mevlana ya Hüseyin Mevlana ya Hüseyin Bir de Mevlana ya Mevlana ya Hüseyin Mevlana Hüseyin doğrandı Ekber'in Oxlandı Əsqərin Canımı verdim dinə Yaşasın Peyğəmbərin Ətşan qaldı ləbin Ta yaşayır məktəbin Gözləri qan ağladı Təll üstə Zeynəbin Mevlana ya Mevlana ya Hüseyin Mevlana ya Hüseyin Mevlana Mevlana ya Vay vay sen vay sen Vay Zikirler vay
اللهم صل على محمد وآل محمد. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. السلام عليك يا أبا عبد الله يا حسين بن علي يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا. إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا يا وجيها عند الله. الله يا 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 الله ya Allah. İlahi perverdigara ağladık ya inki gamgin olduk. Bu gözyaşlarını bizden riyasız ihlasla kabul eyle. İlahi dergahı açılan ellerimizi naimiz sinemize kaytarma. İlahi bu Muharremi ömrümüzün ahiri Muharremi karar verme. İlahi Kerbela'nı ziyaret etmemiş bizi öldürme. İlahi dünyada Ehl-i Beyt aleyhimusselamların ziyaretin ıgbada şefaatin bu cem'e nasip eyle. İlahi meriz-u merizelerimiz, derdi bilinen bilinmeyen hastalarımıza acil şifa merhamet eyle. İlahi evladı olmayanlara evladı salihin nasip eyle. İlahi cümle şehitlerimize rahmet eyle. Atalarına, analarına, ailelerine, bütün doğmalarına sabr-ı Eyyubi keramet eyle. İlahi gazilerimize acil şifa inayet eyle. İlahi vatanımızın keşiğinde, kulluğunda kalan duran cavan balalarımızı, əskerlerimizi ağla gelir gelmez hata belalardan amanda sakla. İlahi cümlemize helal minnetsiz ruziler nasip eyle. İlahi kalbimizden kini, küdureti, şeytaneti kenar eyle. İlahi cemiyetimizi hususiyle aileleri birbirine rauf-i mehriban eyle. İlahi ağamız İmam-ı Zaman'ın zuhurunda tacil eyle. İlahi bizleri o Hazretin hakiki hadimlerinden karar ver. İlahi o Hazretin gelişiyle dünyamızı edle hakka sülhe berqarar eyle. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyike Hüccet ibnil Hasan
صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. İnşallah bu məclisin sağlığı. Peyğəmbər, ali Peyğəmbərə salavat zikr eləyək. İltiması dua eləyənlərimiz, xəstəsi olan, müşkili olan cümləsinin həll rəva olmasına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hacı Eldəyək əzizimiz, qardaşımız başda olmaqla bu məclislərimizdə nə qədər zəhmət çəkən, xidmət göstərən insanlar var. Özlərinin, ailələrinin salamatlığına, dünyasını dəyişən əmvatlarına xatir salavat zikr eləyək. Əskərlərimizin salamatlığına xatir, qazilərimizin salamatlığına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Xüsusən ki, bir neçə valideyn övladları ilə bağlı iltiması dua eləyibdir ki, məsciddə bizim üçün dua eləyin. O valideynlərimizin, övladlarının sıxıntılarının aradan getməsindən ötəri salavat zikr eləyək. Allahümmə salli Yeah.